Hər vaxtınız xeyir əziz şagirdlər. Bu gün 9-cu siniflər üçün keçirilən buraxılış imtahan suallarının izahına baxacağıq. Başlayaq 57-ci sualdan. Bizə deyir ki, 30 hektar əkin sahəsi artırılıb 42 hektar oldu. Əkin sahəsi neçə faiz artdı? Deməli, bu əvvəlcə 30 hektar idi. Deməli, burada 30 hektar əgər 100%-dirsə, bu zaman biz tapmalıyıq ki, 42 hektar neçə faizdir? Yəni, x faizdir. Nə edirik? Bunu çarpaz vururuq. X bərabərdir 42 vurulsun 100 bölünsün 30. Burada da alınır ki 42 hektar 140% imiş. Yəni əvvəlcə 100% idi, indi oldu 140%. Neçə faiz artdı? 40% artdı. Yəni 57-ci sualın cavabı olacaq B variantı. Baxaq 58-ci suala. 58-ci sualda bizə deyir ki, tənliyi həll eləyin. Tənliyi həll eləmək üçün nə edirik? Bunu çarpaz vururuq. Yəni, x vurulsun -3 bərabərdir 12 vurulsun 4-ə. Bu zaman -3x bərabərdir 48-ə. X-i də tapmaq üçün 48-i -3-ə böləcəyik. Bu da eləyəcək -16. Yəni, cavabımız olur D variantı. Baxaq 59-cu suala. Bizə deyir ki, tənliklər sistemini həll edin. Neyinirsiniz? Y-i bizə verib 2x. Burada gətirin, y-in yerinə 2x yazın. Gəlin yazaq. 5x üstə gəlinsin 2x bərabərdir 21-ə. 7x bərabərdir 21-ə. Deməli, x bərabərdir 3-ə. Y daxı 2x-dir. Bu zaman y-də olacaq 6. Deməli, bizim nöqtəmiz 3-6 nöqtəsidir. Yəni, cavabımız olur D variantı. Bu. Baxırıq 60-cı suala. 60-cı sualda deyir ki, K-nın hansı ən böyük qiymətində? Bu cəm düzgün kəsirdir. Düzgün kəsir nədir? Məxrəci surətindən böyük olan kəsir düzgün kəsirdir. Deməli, birinci gəlin bu cəmin biz mənasını başa düşək. Bu 0,4 dövrdə K-lar deməkdir. Yəni, K-lar təkrarlanır. Digəri isə 0, K-da 4 deməkdir. Burada isə 4-lər təkrarlanır. Yəni, bu cəm bizə deyir ki, düzgün kəsir olsun. Ay uşaqlar, 0,4-də 9 nə deməkdir? Yəni, bu 9-da 9-dur. Bu düzgün kəsir deyil də, düzgün olmayan kəsirdir. Yəni, burada dövrdə 9 ola bilməz. Yəni, ən böyük bura 8 olmalıdır. Buranın da 8 olması üçün, burada baxın, 4 ilə K-ların cəmini görürsünüz. 4 ilə K-nın cəmi bizə ən böyük 8-i verə bilər. Bu zamanda alırıq ki, K bərabərdir 4-ə. Yəni, 60-cı sualın cavabı olacaq D variantı. Keçirik 61-ci sualı. Deyir, düz xəttdən 4 sm məsafədə yerləşən nöqtədən bu düz xəttdə hər birinin uzunluğu 5 sm olan 2 mail çəkilmişdir. Maillərin oturacaqları arasındakı məsafəni tapın. Baxın, bu bizim düz xəttimiz. Bu da hər hansı bir nöqtə. Deyir ki, 4 sm məsafədən 2 mail çəkilmişdir. Bu bir mailimiz, bu da ikinci mailimiz. Və hər birinin uzunluğu 5 sm-dir. Bizə deyir ki, bu iki mail arasındakı məsafəni tapın. Uşaqlar, gəlin birinci bu düzbucaqlı üçbucağa baxaq. Baxın, bu düzbucaqlı üçbucağa. Pifaqor ədədləridir də uşaqlar 3, 4, 5. Deməli, bura 3-dür. Onda bura da 3-dür. 3, 3 olduqda, deməli, 2 mail arasındakı məsafə olacaq 6 sm. Yəni, 61-ci sualın cavabı olduğu A variantı. Baxarıq 62-ci suala. Deyir, əbob AB 5, A vur B 75 olarsa, A plus B cəmini tapın. Əbob AB 5-dirsə, yəni A bərabərdir 5K yazaq, B bərabərdir 5M yazaq. Və 5K vurulsun 5M bərabərdir 75-ə. Yəni, 25km bərabərdir 75-ə. Hər tərəfi 25-ə bölsək, burada K vurulsun M bərabər olacaq 3-ə. Düzdür? Deməli, K-ya 3, M-ə 1 verə bilərik. Yəni, bizim ədədlərimiz, burada KM-lərimiz biri 3-dür, biri 1-dir. Gətirin yerinə yazaq. K-ya 3 versək, A ədədi olacaq 15, M-ə 1 versək, B ədədi olacaq 5 və A ilə B-nin cəmi də bizə verəcək 20-ni. Yəni, cavabımız olacaq A variantı. Baxırıq 63-cü suala. Bizə deyir ki, tənliyi həll edin.
Baxın, tənliyin əvvəlinə baxsaq, 2x çıxılsın 1 vurulsun 2x plus 1. Bu nəyin açılışıdır uşaqlar? A kvadratı çıxılsın B kvadratının açılışıdır. Bu bizə nəyi verirdi? A çıx B vurulsun A plus B-ni. Düzdürmü? Görürsünüz, eyni açılışdır. Deməli, bunu yazırıq. 4x kvadratı çıxılsın 1. Çıxılsın. Vurub açaq. 4x kvadratı. Qarşıda mənfi olduğu üçün işarə dəyişəcək. Üstə gəlinsin 12x bərabərdir 35-ə. Deməli, burada 4x kvadratları gedir. Yerdə qalır 12x bərabərdir 36-ya. Deməli, buradan alırıq ki, x bərabərdir 3-ə. Deməli, tənliyimizin həlli olacaq 3. Yəni, 63-cü sualın cavabı olacaq B variantı. Baxırıq 64-cü suala. Bizə A-nı verib 4-də 1. Deməli, 3 üstü mənfi 2A. A-nın yerinə 4-də 1 qoysaq, 3 üstü mənfi 2A bərabərdir 3 üstü mənfi 2-də 1-ə. 3 üstü 6A bərabərdir. A-nın yerinə 4-də 1 qoysaq, 3 üstü 4-də 6. Bunu da ixtisar etsək, bu da bərabərdir 3 üstü 2-də 3. İndi gəlin bunları vuraq. 3 üstü mənfi 2-də 1 vurulsun 3 üstü 2-də 3. Biz bilirik ki, vuranda üstlər toplanır. Deməli, mənfi 2-də 1-in üstə 2-də 3 gələndə bu eləyəcək 2-də 2. 2-də 2 də 1 deməkdir. Yəni, 3 üstü 1. 3 üstü 1 də bizə elə verəcək 3-ü. Burada cavablarda Y variantı düşməyib. Yəqin ki, Y variantında 3 olub cavab. Deməli, 64-cü sualın cavabı olacaq 3. Baxaq 65-ci suala. Deyir, dairənin radiusu 5 dəfə artsa, onun sahəsi neçə dəfə artar? Biz bilirik ki, sahənin düsturu pi r kvadratıdır. Deməli, radius 5 dəfə artırsa, sahə onun kvadratı qədər, yəni 25 dəfə artacaq. Keçirik 66-cı suala. Bizə AC-ni verib və SB-ni verib, AB-ni istəyir. AC 7-dir, SB 14-dür. AB-ni tapmaq üçün 7-nin üstə 14-ü gələcək. Bu da eləyəcək 21. Yəni, 66-cı sualın cavabı olacaq A variantı. Baxırıq 67-ci suala. Bizə deyir, bu ifadənin qiymətini hesablayın. Deməli, kök altında 25-dən çıxır 5. 2 vurulsun 5 çıxılsın. Kök altında 16-dan çıxır 4. Üstə gəlinsin. 2 kök altında 9-u isə yazırıq. 2 vurulsun 3 şəklində. Deməli, 10 çıxılsın 4. Üstə gəlinsin 6. 6 üstə gəlinsin 6. Bu da bizə verir 12-ni. Burada da variant düşməyib. Yəqin ki, C variantı olub 12. 67-ci sualın cavabı oldu 12. Baxırıq 68-ci suala. Bizdən əbob 30 və 36-nı tapmağımızı istəyir. Deməli, biz bunlardan ortaq vuruq olaraq 6-nı çıxarda bilərik. Deməli, 6-nı çıxartsaq, əbob 5 və 6 qalır. Biz bilirik ki, ardıcıl ədədlər qarşılıqlı sadə ədədlərdir. Qarşılıqlı sadə ədədlərin də əbobu 1-ə bərabərdir. Yəni, əbob 1 olduqda 6 vurulsun 1, bu da bizə verir 6-nı. Yəni, 68-ci sualın cavabı olduğu Y variantı. Baxırıq 69-cu suala. Deyir, funksiyanın qrafiki üzərində yerləşən və ordinatı 3 olan nöqtənin absisini tapırıq. Biz bilirik ki, ordinat, yəni y deməkdir. Y-imiz 3-dür. Y-in yerinə 3 yazaq. 5x çıxılsın 17 bərabərdir 3-ə. 5x bərabərdir 20-yə. Buradan da alırıq ki, x bərabərdir 4-ə. Absisdə x-imiz istəyir, yəni x-imiz 4-dür. 69-cu sualın cavabı olacaq 4. Baxırıq 70-ci suala. Bizə deyir, kubun neçə tili var? Kubun 12 tili var. Deməli, baxırıq 71-ci suala. Deyir, yalnız Həsən, Əli və Vüqarın olduğu bir yarışmada. Həsən, Əli və Vüqar. Həsənin qazanma ehtimalı Vüqarın qazanma ehtimalının 7 misli. Yəni, Vüqarın qazanma ehtimalı x-dırsa, Həsənin qazanma ehtimalı 7x olacaq. Əlinin qazanma ehtimalının 2 mislidir. Deməli, əlinin qazanma ehtimalı da 3,5x-dir. Deməli, gəlin burada kəsir qalmasın deyə hər birini 2-yə vuraq. Bu olacaq o zaman 14x, bu olacaq 7x, bu olacaq 2x. Bizə nə deyir? Buna görə yarışmanı əlinin qazanma ehtimalını tapın. Deməli, ehtimalı tapanda nə edirik?
Ümumi halların sayını məxrəcə, mümkün halların sayını isə surətə yazırıq. Ümumi halların sayı nədir? 14x üstəgəlinsin 7x üstəgəlinsin 2x. Bu isə eləyir 23x. Mümkün halların sayı, yəni 50-nin qazanma şansı 7x-dir. Buradan x-lar gedir. Deməli bizim ehtimalımız olur 23-də 7. Yəni 71-ci sualın cavabı olacaq D variantı. Keçirik 72-ci suala. Bizə deyir ki, bu kəsri ixtisar edin. Gəlin 4-ü yazaq 2 üstü 2 kimi. 12-ni yazaq 3 üstü n vurulsun 2 üstü 2n kimi. Məxrəcdə də 3 üstü n çıxılsın 1 vurulsun 2 üstü 2n üstə gəlinsin 1 kimi. Deməli, surətdə nə yazırıq? 3 üstü n vurulsun 2 üstü 2n üstə gəlinsin 2. Məxrəcdə isə 3 üstü n çıxılsın 1 vurulsun 2 üstü 2n üstə gəlinsin 1. Deməli, uşaqlar, biz bilirik ki, böləndə üstlər çıxılır. Yəni, 3 üstü n çıxılsın n üstə gəlinsin 1 vurulsun 2 üstü 2n üstə gəlinsin 2 çıxılsın 2n çıxılsın 1. Çıxılsın 1 olacaq burada. Deməli, burada n'lər gedir. Yerdə qalır 3 üstü 1 vurulsun. Burada 2 n'lər gedir. Yerdə nə qalır? 2 çıxılsın 1. Yəni 1. 3 üstü 1 vurulsun 2 üstü 1. Bu da nə deməkdir? 3 vurulsun 2 deməkdir. Yəni bu da eləyəcək 6. Deməli 72-ci sualın cavabı olacaq 6. Baxırıq 73-cü suala. Deyir, diaqramda A və B çoxluqlarının elementlərinin sayı haqqında məlumat verilmişdir. 4 vurulsun, n A çıxılsın B və n A birləşsin B bərabərdir. N B çıxılsın A-nı bizə tap deyir. Baxın, A çıx B nəyə bərabərdir? 2x plus 8-ə. Deməli, 4 vurulsun, 2x plus 8 bərabərdir birləşməyə. Birləşməni tapanda nə edirik? Bütün hamısını toplayacağıq. Yəni, 2x plus 8 üstə gəlinsin 3x plus 1 üstə gəlinsin 4x plus 5. İndi isə bunu başlayırıq həll eləməyə. Deməli, 4 vurulsun 2x plus 8. Yəni, 8x üstə gəlinsin 32 bərabərdir 2x üstə gəl 3x üstə gəl 4x. Bu eləyir 9x. Üstə gəlinsin 8 üstə gəl 1 üstə gəl 5. Yəni 14-ə. Deməli, buradan alırıq ki, x bərabərdir 18-ə. Bizdən nə istəyir? B çıxılsın A-nın sayını. B çıxılsın A nədir? 4x plus 5. X-i də 18 almışıq. Deməli, 4x plus 5-i tapmalıyıq biz. X-i də 18 aldığımız üçün aparırıq yerinə yazırıq. 4 vurulsun 18. Bu edir 72. Üstə gəlinsin 5. Bu da edir 77. Deməli, 73-cü sualın cavabı olacaq 77. Keçirik 74-cü suala. Deyir, B bucağı D bucağına bərabərdir. Baxaq. Yəni, bu bucaq bu D bucağına bərabərdir. Və bu iki bucaq da qarşılıqlı bucaq olduğundan bunlar da bir-birinə bərabərdir. Bunları bilirik. Və bizə burada deyir ki, AB bərabərdir OC-yə, o da bərabərdir 6-ya və AO 5-dir. İndi gəlin oxşarlıqla gedək. B bucağının qarşısında olan 5-dir. Bölünsün. D bucağının qarşısında olan 6-ya bərabərdir. Qarşılıqlı bucaqlardan, baxın bu bucağa bir alfa deyək. Alfa bucağının qarşısı 6 bölünsün. Digər alfa bucağının qarşısı, burada bir C deyək, bir də bir X deyək. X-a. Elə bizə də CD lazımdır. İndi gəlin bunu tapaq. Çarpaz vururuq. 5x bərabərdir 36-ya.
Deməli, x bərabərdir 36 bölünsün 5-ə. Bu da bizə verir 7,2-ni. Bizə də lazım idi elə CD-nin uzunluğu. CD-ni də x-la işarə elədiyimiz üçün cavabımız olacaq 7,2. Baxırıq 75-ci suala. Bizə nə deyir? Deyir ki, ABCD düzbucaqlısında AM DM perpendikulyardır. AB 6, bura olacaq 6, AM 12-dir. Baxın ay uşaqlar, bu düzbucaqlı üçbucaqdır da, düzdür. Baxın. Bu bir düzbucaqlı üçbucaqdır. Bu düzbucaqlı üçbucağın kateti 6-dır, hipotenuzu 12-dir. Deməli, 30 dərəcəli bucağın qarşısındakı katet hipotenuzun yarısına bərabər olduğundan, deməli, bura olacaq 30 dərəcə. Bura 30 dərəcə olduğu üçün digər tərəfdə, yəni burada olacaq 60 dərəcə. Biz də bilirik ki, düzbucaqlının bütün bucaqları 90 dərəcədir. Bura 60-dırsa, onda bura 30-dur. Və bura 30-dursa, burada olacaq 60 dərəcə. Elə bizdən də istəyir hansı bucağı? ADM bucağını, yəni 60 dərəcəlik bucağı. Deməli, 75-ci sualın cavabı olacaq 60 dərəcə. Baxırıq 76-cı suala. Deyir, Rəhim birinci gün kitabın 40%-ni, ikinci gün 5%-ni, üçüncü gün isə qalan 110 səhifəni oxudu. Birinci gün 40%-ni oxudu, ikinci gün 5%-ni oxudu. Deməli, Rəhim bu kitabın 45%-ni oxudu. Yerdə nə qaldı? 100-dən çıxırıq 45-in. Yəni 55% qaldı. 55% də uşaqlar 110 səhifə imiş. Yəni 55% 110 olan ədədi tapırıq. Yəni faizinə görə ədədin tapılması. Faizinə görə ədədi tapanda nə edirik? Ədədi 100-ə vurub faiz göstərən ədədə bölürük. Yəni 110-u 100-ə vurub 55-ə bölürük. 110-la 55 ixtisar gedir. Burada qalır 2. 2 vurulsun 100, bu da eləyir 200. Deməli, bizim kitabımız 200 səhifə imiş. Yəni, 76-cı sualın cavabı olacaq 2. Baxırıq 77-ci suala. Bizə deyir ki, bərabərsizliyin ən kiçik tam həllini baxın. Deməli, biz bu bərabərsizliyə baxırıq ki, biz burada bərabərsizliyin hər tərəfini 3 çıxılsın kök altında 10-a bölməliyik. Ancaq biz ilk öncə nəyə diqqət eləməliyik? 3 çıxılsın kök altında 10-un işarəsinə. Yəni, görməliyik ki, bunun işarəsi müsbətdirmi, yoxsa mənfidirmi? Biz görürük ki, bu kök altında 9 çıxılsın kök altında 10 deməkdir. Və deməli, bu ifadənin işarəsi mənfidir. Yəni, biz hər tərəfi mənfiyə bölmüş oluruq. Hər tərəfi mənfiyə böldüyümüz üçün burada işarə dəyişəcək. Bu olacaq x böyükdür 5,5. Bu bərabərsizliyin də ən kiçik tam həlli olacaq 6. Yəni, 77-ci sualın cavabı oldu 6. Baxırıq 78-ci suala. Deyir, düzxətli yol boyunca 85 ağac əkilmişdir. Hər qonşu ağac, iki ağac arasındakı məsafə bərabərdir. A və B ağacları arasındakı ağaclardan biri C-dir. A və C ağacları arasındakı məsafənin C və B ağacları arasındakı məsafəyə nisbəti 3-4-dür. Buna görə C ağacı A-dan başlayaraq neçənci ağacdır? Baxın, bu olsun A ağacı, bu olsun C ağacı, bu da olsun B ağacı. Bizə deyir ki, məsafə 3-ün 4-ə nisbətindədir. Yəni 3K, 4K. Və A-dan B-yə qədər də 85 ağac əkilmişdir. Biz bilirik ki, həmişə iki ağac arasındakı məsafə, yəni bu ağaclar arasındakı, ümumiyyətlə A və B ağacları arasındakı məsafə ağac sayından bir vahid azdır. Yəni burada 85 ağac varsa, deməli bunlar arasındakı məsafə 84-dür. Yəni 4K üstə gəlməsin 3K bərabərdir 84-ə. Biz buradan alırıq ki, 7K bərabərdir 84-ə. Deməli, buradan da biz alırıq ki, K bərabərdir 12-yə. Deməli, K 12 olduğundan A-C arasındakı məsafə olacaq 36, C-B arasındakı məsafə olacaq 48. Bizə deyir ki, C ağacı A-dan başlayaraq neçənci ağacdır? A-C arasındakı məsafə 36-dırsa, deməli C A-dan başlayaraq 37-ci ağacdır.
Yəni 78-ci sualın cavabı olacaq 37. Baxırıq 79-cu suala. Deyir, iti bucağının tənböləni trapesiyanı iki oxşar üçbucağa ayırır. Oturacaqları 7 və 28 olarsa, trapesiyanın perimetrini tapın. Bu bizim trapesiyamız. Deməli, trapesiyanın iti bucağının tənböləni onu iki oxşar üçbucağa ayırır. Deməli, bunlar alfadırsa, burada olacaq alfa və oturacaqları 7 və 28-dir. Deməli, bu üçbucağımız bərabər yanlı üçbucaq olduğundan tərəfi əgər biri 7-dirsə, onda olacaq, digəri də 7 olacaq. Deməli, və bizə deyir ki, burada gəlin bir beta deyək. Bizə deyir ki, bu iki üçbucaq oxşar üçbucaqdır. Oxşar üçbucaqdırsa, deməli, digər üçbucağın da bucaqları alfa, alfa və beta olmalıdır. Biz bilirik ki, trapesiyanın qarşı bucaqları bərabər deyil. O zaman bura alfa, burada beta olmalıdır. Deməli, onda bura x, burada bir x deyək. Çünki bərabər yanlı oldular. İndi oxşarlığa əsasən kiçik üçbucaqda alfanın qarşısındakı 7-nin, böyük üçbucaqda alfanın qarşısındakı x-a nisbəti bərabərdir. Kiçik üçbucaqda betanın qarşısındakı x-in, böyük üçbucaqda betanın qarşısındakı 28-ə nisbəti. İndi gəlin çarpaz vuraq. Buradan alırıq ki, x kvadratı bərabərdir 7 vurulsun 28-ə. Deməli, x bərabər olacaq. Kök altında 7 vurulsun 28-ə. Buradan da çıxır ki, 14. Deməli, x-imiz olur 14. Yəni, trapesiyanın digər yan tərəfi olacaq 14. Gəlin, indi bu 14-ü burada qeyd eləyək. Bura 14-dür, bura 14-dürsə, onda burada 14 olur. İndi trapesiyanın perimetrini tapaq. Perimetr bərabərdir. 7 üstə gəl, 7 üstə gəl, 14 üstə gəlsin 28-ə. Deməli, perimetr bərabər olacaq 56-ya. 79-cu sualın cavabı olacaq 56. Əslində, əziz şagirdlər, 79-cu sualda səhvlik var. Çünki gəlin, bu üçbucağa baxsaq, burada üçbucaq bərabərsizliyi ödənilmir. Ancaq trapesiyaya əsasən biz perimetri tapa bilirik. Yəni, ona görə də sualı həll elədik, amma bu sualda səhvlik var. Bu üçbucaqda üçbucaq bərabərsizliyi ödənilmir. Üçbucaq bərabərsizliyi də nə idi? Bir tərəf digər iki tərəfin fərqindən böyük, cəmindən kiçik olmalıdır. Bu hal bu sualda ödənilmir. Baxırıq 80-ci suala. Burada bizə deyir ki, sahəsi S2 düsturu ilə verilən düzbucaqlı formasında metal lövhədən sahəsi S1 düsturu ilə verilən düzbucaqlı formasında hissə kəsildi. Şəkildə verilənlərə əsasən qalan hissənin MN-ini x ilə ifadə edin. X-in hansı ən kiçik tam qiymətində məsələnin həlli var. Deməli, görürük ki, bura S1-dir. Bura S2-dir. Gəlin, bu hissəni biz bir S3 ilə ifadə edək, yəni işarə edək. Və burada x-2 olduğundan burada olacaq x-2. Deməli, əziz şagirdlər, S3 nəyə bərabərdir? S2 çıxılsın S1-ə. Gəlin, S3-ü tapaq. S3 bərabərdir S2, yəni x kubu plus 2x kvadratı plus 8x plus 16 çıxılsın x kubu, çıxılsın x kvadratı, çıxılsın 12x, çıxılsın 12-yə. Buradan x kubları gedir, bərabərdir. Yerdə qalır x kvadratı, çıxılsın 4x plus 4. Deməli, S3 buna bərabər oldu. Bu da nəyin açılışıdır? A çıxılsın B kvadratının açılışıdır mı? A çıxılsın B kvadratı nəyə bərabər idi? A kvadratı çıxılsın 2AB plus B kvadratına. Deməli, S3 bərabərdir. X çıxılsın 2-nin kvadratına. Və burada da biz görürük ki, S3 nəyə bərabərdir? Yəni, sahə nəyə bərabərdir? Bu düzbucaqlının sahəsinə. Yəni, S bərabərdir, daha doğrusu S3 bərabərdir, M vurulsun x minus 2. S3 nəyə bərabər idi? X minus 2-nin kvadratına. Deməli, buradan alırıq ki, M nəyə bərabər olacaq? M bərabər olacaqmı x minus 2-yə? Deməli, biz M-i x-la ifadə elədik. Və x-in də ən kiçik tam qiyməti olacaq 3. Çünki
Tərəf 0 ola bilməz. Ən kiçikdə biz x-ə 3 verə bilərik. Ona görə x-in ən kiçik tam qiyməti 3 olacaq. M də bərabər olacaq x minus 2-yə. Deməli, 80-ci sualın cavabları olacaq. M bərabərdir x minus 2 və x bərabərdir 3. Baxırıq 81-ci suala. 81-ci sualda bizə deyir ki, tənliyi ilə verilmiş çevrənin daxilinə çəkilmiş kvadratın sahəsini tapın. Birinci biz bunu nə edirik? Bu tənliyi çevrənin tənliyi halına gətirməliyik. Yəni yazırıq ki, x kvadratı üstə gəlsin x, üstə gəlsin. Biz x-in əmsalını 2-yə bölüb kvadrata yüksəltməliyik. Niyə bunu eləyirik? Çünki biz bunu eləməliyik ki, biz bunu kvadrat mötərizə halına gətirə bilək. X-in əmsalı nədir? 1. 1-in yarısı 2-də 1. Kvadrata da yüksəltsək, bu olacaq 0,25. Biz bura 0,25-i özümüz əlavə elədiyimiz üçün buradan 0,25-i çıxmalıyıq. Üstə gəlsin y kvadratı, çıxılsın 5y. Üstə gəlsin. Yenə 2,5-in kvadratı 6,25, çıxılsın 6,25. Bu da bərabər olacaq. Bizə şərtdə verib 29,5-ə. Deməli, nə edirik? Yazırıq ki, x plus 0,5-in kvadratı çıxılsın. Daha doğrusu üstə gəlsin. Y çıxılsın. Deməli, 2,5-in kvadratı. Burada yerdə nə qalır? 0,25 və 6,25. Burada olacaq çıxılsın 6,5 bərabər olacaq 29,5-ə. 6,5-i bərabərliyin sağ tərəfinə keçirsək, burada alarıq ki, deməli, burada alarıq ki, x plus 0,5-in kvadratı üstə gəlsin, y çıxılsın 2,5-in kvadratı bərabərdir 36-ya. Deməli, çevrənin tənliyinə əsasən burada bərabərdir r kvadratıdır. Deməli, r kvadratı bərabərdir 36-ya. Buradan alırıq ki, r bərabərdir 6-ya. Yəni, biz tapdıq ki, bizim çevrəmizin radiusu 6-ya bərabərdir. Yəni, çevrəni çəkək və bunun daxilinə bir kvadrat çəkək. Çevrə daxilinə çəkilmiş kvadratın diaqonalı elə onun diametrinə bərabərdir. Yəni, çevrənin diametrinə bərabərdir. Əgər çevrənin radiusu 6-dırsa, onda onun diametri olacaq 12. Yəni, kvadratın diaqonalı olacaq 12. Kvadratın diaqonalını da necə tapırdıq? Kvadratın tərəfi A-dırsa, onun diaqonalı olacaq A kökdə 2. Deməli, A kökdə 2 bərabərdir 12-yə. Buradan alırıq ki, A bərabərdir 12 bölünsün kök altında 2-yə. Deməli, biz burada nəyi tapmalıyıq? Kvadratın sahəsini tapmalıyıq. Biz burada kvadratın tərəfini tapdıq. İndi gəlin, biz buradan kvadratın sahəsini tapaq. Kvadratın sahə düsturu nədir? S bərabərdir A kvadratı. Deməli, bu da bərabərdir 12 bölünsün kök altında 2-nin kvadratı. 12 bölünsün kök altında 2-nin kvadratı. 12-nin kvadratı bizə verir 144-ü, kökdə 2-nin kvadratı bizə verir 2-ni. Deməli, biz burada aldıq 144 bölünsün 2. Yəni, 144-ü də 2-yə böləndə biz burada alırıq 72. Deməli, bizim kvadratımızın sahəsi bərabər olacaq 72-yə. 81-ci sualın cavabı oldu 72.